Təsəvvür edin ki, 16-cı əsrdə yaşayırsınız və əlinizdə bəşəriyyətin gələcəyi ilə bağlı ən sirli, ən dumanlı mətnlər var. Dahi görücü Michel Nostradamus'dan qalan bu kəskin, hətta qorxuducu sətirlər sıradan bir oğurluqdan yox, məhz minilliyin talanından bəhs edir. Bəs yaxşı, iman maskası altında gizlənən bu canavarlar kimlərdir və əslində onlardan nə oğurlanıb? Mürəkkəb mətnləri bir araya gətirib aydınlaşdırdığımız bugünkü vizual təhlilimizə xoş gəlmisiniz. Mən bugün sizinlə birlikdə tədqiqatçılar Dimitri və Nadejda Zimmanın şifrəsi açılmış Nostradamus əsərinin dərinliklərinə baş vuracağam. Bizi çox qəribə bir axtarış gözləyir. 16-cı əsr Fransanın qədim xəbərdarlıqlarından tutmuş, olduqca cəsarətli müasir iddialara və qəfil şəkildə müasir Azərbaycana qədər uzanan bir sir. Gəlin bu tapmacanı birlikdə həll edək. Yaxşı, vaxt itirmədən yol xəritəmizə baxaq. 1. Minilliyin ən böyük oğurluğu. 2. Nostradamus və Qızıl əsr. 3. Yeni ağıl dini. 4. Qədim zərdüştlük əlaqəsi. Və ən nəhayət, müasir peyğəmbərlik iddiası. Başlayaq birinci hissədən. Minilliyin ən böyük oğurluğu və Nostradamus'un gizli xəbərdarlığı. Bilirsiniz, Nostradamus'u vaxtilə Oranj şəhərindəki kahinlərə bir məktub yazmışdı, amma onu heç vaxt göndərməmişdi. Məktubda kilsədən oğurlanmış fiziki gümüşdən bəhs edilirdi. Lakin tədqiqatçıların fikrincə bu heç də real gümüş deyildi, bir tapmacaydı. Söhbət həqiqi mənəvi dəyərlərin itirilməsindən gedir. Diri ruh və ilahi hüzur. Bunlar hamısı kommersiallaşmış kilsəyə, yəni Şam alqı-satqısına, boş ehkamlara və rituallara qurban gedib. Nostradamus'un əsl gümüş adlandırdığı şey elə bu itirilmiş daxili mənəviyyat. Məhz bu mənəvi talananın fəsadları nələrdir? Təbii ki, əsl sevgi və anlayış yoxa çıxanda onu heç bir quru qanun əvəz edə bilməz. Zima cütlüyü vurğuluyur ki, bu cür mənəvi boşluq cəmiyyətdə tədricən aqressiya və sinizm yaradır. İnsanlar ümidsizcəsinə saxta peyğəmbərlərə inanmağa başlayır və bu da son nəticədə qanlı münaqişələrə gətirib çıxarır. Bəli, Nostradamus məhz bu qaçılmaz tənəzzüldən qorxurdu. İndi isə keçək ikinci hissəyə. Nostradamus və Qızıl əsr. Proqnozlaşdırılan intibah. Bir az əvvəlki mənzərə nə qədər qaranlıq görünsə də, əslində hər şey heç də bu qədər ümidsiz deyil. Nostradamus'un müjdələdiyi yeni erada kör-körənə itaətə ümumiyyətlə yer yoxdur. Bu yeni dövr 3 əsas sütun üzərində dayanacaq. İnsan zəkası, dərin sevgi və azad iradə. Yəni, zəka rədd edilməyəcək, əksinə mənəviyyatla bir araya gələcək. İnsan səhv etmək hüququnu özündə saxlayaraq sərbəst şəkildə təkamül edəcək. Və kəhanətdən gətirdiyimiz bu stat məsələni lap aydınlaşdırır. Görürsünüzmü? Burada açıq şəkildə deyilir ki, yeni cərəyanın memarları ənənəvi din xadimləri olmayacaqlar. Nostradamus'un təbiri ilə desək, onlar maddi sərvətin ardınca qaçan yox, məhz zəka və sadəliyə xidmət edən hikmət axtarışındakı o qəribə filosoflar olacaq. 3-cü hissə. Yeni ağıl dini və mənəviyyatın yenidən tərifi. Bu yeni fəlsəfə hərəkat bizim əsrlərdir öyrəşdiyimiz bəzi təməl anlayışları tamamilə dəyişir. Gəlin, ölümsüzlük məsələsinə baxaq. Tədqiqatçıların burada çox maraqlı və sadə bir bənzətməsi var. Dişiniz ağrıyanda bütün dünya sanki o ağrıyan dişin ölçüsünə qədər kiçilir. Amma bədəninizdə heç bir ağrı olmayanda ətraf aləmlə necə dərin, sakit bir harmoniya hiss edirsiniz, elə deyilmi? Bax, ağıl dininə görə ölümsüzlük heç də cismin əbədi yaşaması demək deyil. Bu insanın kainat adlanan o nəhəng, şuurlu orqanizmlə mütləq sevgi və birlik içində olması vəziyyətidir. Beləliklə, bu yeni dünya görüşündə elm və mənəviyyat sanki bir-biri ilə qol-boyun olur. Kainat düşünən bir canlıdır. İnsan isə cəzalandırılmaq üçün yox, inkişaf etmək üçün yaradılıb. Biz səhv etdikdə yaradan bizi qəzəblə məhv etmir. Əksinə, bir cərrah kimi xəstəliyin qarşısını alır ki, bütün orqanizm məhv olmasın. Etiraf edək ki, bu sadəcə qorxu deyil, tam bir inkişaf fəlsəfəsidir. 4-cü hissəmiz. Qədim zərdüştlük əlaqəsi və işığın iti. İndi isə gəlin işığın ipini tutub keçmişə gedək. Mənbəmizin müəllifləri Nostradamus'un qəribə coğrafi və tarixi qeydlərini təhlil edərək inanılmaz bir zəncir qururlar. Məsələn, kəhanətlərdəki Zarra limanının birbaşa zərdüştlüyə, böyük Hermesin isə qədim Arami dilindəki Ahura Mazdaya, yəni müdriklik Rəbbinə işarə etdiyini irəli sürürlər. Tarixə nəzər salanda eyni işıq fəlsəfəsinin minilliklər boyu müxtəlif adlar altında necə qorunub saxlandığını görürük və görünür, o dirçəlməyə hazırlaşır. Təbii ki, Nostradamus mağıllardan və Hermesdən bəhs edərkən bugünkü küçə falçılarını və ya şarlatanları nəzərdə tutmurdu. Biz burada heç bir tərəf tutmadan bu fərqi aydınlaşdırmalıyıq. Qədim maqlar əslində kainatın işləmə qanunlarını anlamağa çalışan alimlər, mütəfəkkirləri idi.
Onların axtardığı o sirri magiya təbiətlə sülh içində yaşamaq və elmi idrakdan başqa bir şey değildi. Və nəhayət, gəldik sonuncu, 5-ci hissəyə. Müasir peyğəmbərlik iddiası və Vahid Rızayevin məktubları. Hazır olun, çünki bütün bu əsirlik şifrələr bizi qəfildən 2002-ci ilə Azərbaycanın paytaxtı Bakıdan göndərilmiş bir məktuba gətirib çıxarır. Məktubun müəllifi Vahid Rızayevdir. O, zimalara yozaraq iddia edir ki, Nostradamus'un şeirlərindəki coğrafi işarələr birbaşa onun öz həyatı ilə kəsişir. Məsələn, qeyd olunan Xəzər, Xəzər dənizinə, qədim Midiya əraziləri isə Naxçıvana uyğun gəlir. Rızayev 1999-cu ildə Yaranış adlı bir kitab yazdığını və həmin bu qədim kəhanətlərin əsas subyekt olduğunu bildirir. Bəs bu Yaranış kitabında hansı qeyri-adi iddialar var? Rızayevin dedikləri sözün əsl mənasında kosmik miqyasdadır. O, bu bilikləri 1972-ci ildən bəri birbaşa böyük yaradandan aldığını iddia edir. Maraqlıdır ki, kitab dindən çox fizika və astronomiyaya, işıq zərrələrinə, qara dəliklərə, cırtdan ulduzlara və hətta həyat olan daha 6 planetə diqqət çəkir. O, xüsusilə vurğulayır ki, yaradan artıq insanlığa hər şeyi ancaq və ancaq elm vasitəsilə çatdırır. Fikir verirsinizmi? Bu iddialar bayaq haqqında danışdığımız ağıl dini konsepsiyası ilə necə də üst-üstə düşür? Və Rızayevdən gətirdiyimiz bu sitat onun dünya görüşünün fəlsəfi dərinliyini göstərir. İstər qədim zərdüştlükdəki işıq fəlsəfəsi olsun, istərsə də Nostradamus'un o axtarışda olan filosofları hər şey o qədim hikmət oxuna necə də qəribə şəkildə bənzəyir. Gördüyümüz kimi fiziki materiya deyil, məhz əbədi şuur və yaradan ön plana çıxarılır. Beləliklə, beynimizə çox böyük və təxirə salınmaz bir sual yaranır. Bunlar sadəcə qədim fəlsəfənin təsadüfi əks-sədasıdır, yoxsa həqiqətən biz yeni qızıl əsrin cizgilərinin, onun memarlığının şahidi olunuq? Biz əlbəttə ki, mütləq həqiqətin nə olduğunu söyləmək fikrində deyilik. Lakin 16-cı əsr Fransa saraylarından çıxan dumanlı kəhanətlərin, qədim şərq təlimləri ilə səsləşib gəlib, müasir Azərbaycanda peyda olması insanı həqiqətən düşünməyə vadar edir. Bəlkə də həqiqətən insan zəkası və sevgisinin tamamilə birləşdiyi o vəd edilmiş qızıl əsrin astanasındayıq. Kim bilir, bunu yalnız zaman göstərəcək. Bugünkü vizual təhsilimizdə iştirak edib bizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dəfə daha bir maraqlı mövzunu araşdırmaq ümidi ilə hələlik.